Salam, hər vaxtınız xeyir olsun. İran prezidenti Məsud Pezeşkanın ölkəmizə rəsmi səfəri bir neçə dəqiqə öncə baş tutdu və qeyd edeyim ki, prezident iqamətgahının ərazisindəyik biz və burada bir neçə dəqiqə öncə Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev İranlı həmkarı Məsud Pezeşkanı qarşıladı. Qeyd edeyim ki, İran prezidentinin şərəfinə fəxri Qaraol dəstəsi düzülmüşdü. Azərbaycan eləcə də İranın dövlət himnləri səsləndirildi və bunun ardınca isə saraya təşrif buyurdu İranlı həmkar və qeyd edeyim ki, İran prezidenti ilə artıq Azərbaycan Respublikası prezidenti arasında təkbətək görüş, eyni zamanda məhdud tərkibli görüş həyata keçirilir və qeyd edeyim ki, bir neçə dəqiqədən sonra isə yerli eləcə də İrandan ölkəmizə təşrif buyurmuş media nümayəndələrinə hər iki dövlət başçısının birgə bəyanatla çıxış olacaq və bütün bu proseslərlə bağlı da son məlumatları sizə və izləyicilərimizə çatdırmağa çalışacağıq. Qeyd edeyim ki, İran prezidenti Məsud Pezeşkanın ölkəmizə səfəri çərçivəsində onun təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş etdi və onu Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini qarşıladı. Qeyd edeyim ki, Azərbaycanla İran arasında münasibətlər hələ 25 dekabr 1991-ci ilə təsadüf edir. Bu isə İranın Azərbaycanın müstəqilliyini tanıması ilə əlaqələndirilir. Bundan sonraki mərhələdə isə diplomatik əlaqələrin əsası qoyuldu. Əlaqələrin əsasının qoyulması isə 12 mart 1992-ci ilə təsadüf etdi. Dövlət və hökumət başçıları səviyyəsində səfərlərin həyata keçirilməsi isə 93-cü ilin birinci rübünə təsadüf edirdi ki, və məhz bununla əlaqədar olaraq da artıq rəsmi Tehranla Bakı arasında münasibətlərin daha da sıx müstəvidə və kontekstdə davam etməsi üçün münbit bir zəmin şərait yarandı. Bugün Azərbaycanla İran arasında əlaqələr təkcə diplomatik, siyasi sferada davam etmir. Burada münasibətlər özünü energetika, iqtisadiyyat sahəsində də kifayət qədər müstəsna yüksələn xətt üzrə inkişaf formatında göstərməkdədir və qeyd edeyim ki, Azərbaycana səfərindən öncə Dövlət Televiziyasına müsahibəsi əsnasında Məsud Pezeşkanın məsələ bu səfəri ilə əlaqədar olaraq çox strateji və kritik bir açıqlaması var idi. O, Azərbaycanla münasibətlərlə bağlı hər hansısa bir məhdudiyyətin nəzərdə tutulmadığını açıqladı. Bu isə o deməkdir ki, münasibətlərdə cari dövr ərzində mövcud olan müəyyən suallara aydınlıq gətirilməsi üçün də bugünkü səfər kifayət qədər münbit bir şərait yaratmış olacaq. Eyni zamanda Tehranın rəsmi Bakı ilə münasibətləri daha da stimullaşdırması məqsədi ilə nümayiş elətdirdiyi siyasi iradə də yüksək qiymətləndirilir. Tərəflər arasındakı münasibətlər energetika və iqtisadiyyat kontekstində kifayət qədər uğurla davam edir. Eyni zamanda İrandan artıq Azərbaycan vətəndaşlarının dolayısıyla Naxçıvan üzərindən hərəkəti üçün də konkret bir yol, bir infrastruktur formalaşdırılır ki, bunu da elə Məsud Pezeşkan bura gəlməzdən öncəki son açıqlamasında da vurğulamışdım və məhz bunun da nəticəsidir ki, artıq region üzrə mövcud olan nəqliyyat kommunikasiya layihələrinin həyata keçirilməsində də rəsmi Tehranın həqiqətən də pozitiv mövqedə olduğuna dair bir ismarıc verdi bizə. Qeyd edeyim ki, diplomatik münasibətlər bugün təkcə Cənubi Qafqaz regionunu maraqlandırmır. Yaxın, eləcə də uzaq regionlar üzrə qərarlaşmış dövlətləri, həmçinin güc mərkəzlərini də maraqlandırır. Çünki bugün rəsmi Tehran və Bakı arasında münasibətlərdə mövcud olan suallara aydınlıq gətirilməsi kifayət qədər mövcud geosiyasi dəyişikliklər fonunda qloballaşan dünyanın tələbinə çevrilib və biz də belə hesab edirik ki, bir neçə dəqiqədən sonra tamamlanması nəzərdə tutulan məhdud tərkibli görüşdən dərhal sonra yerli media nümayəndələrinə veriləcək açıqlamalarda da bu aspektlərə diqqət çəkiləcək. Qeyd edeyim ki, İran prezidentinin səfəri, əfsuslar olsun ki, İranda son baş vermiş hadisəyə təsadüf etsə də, lakin rəsmi səfərin təxirə salınmaması da kifayət qədər yüksək qiymətləndirilir. Söhbət təbii ki, Bəndər Abbas şəhərində limanda baş vermiş partlayışla əlaqələndirmək lazımdır ki, məhz buna rəğmən də İran prezidenti Azərbaycanlı həmkarının dəvəti ilə rəsmi səfərini həyata keçirdi və biz də hadisələrin gedişatını izləməkdəyik. Mətbuat konferansında bizə təqdim olunmuş ən son informasiyalardan da sizi də məlumatlandırmağa çalışacağıq. Hələlik isə real izləmədə qalın. Mənəm bu qədər.